Deməli, namaz səsi ilə bağlıdır. Namaz necə qılınmalıdır? Namazın vacibatlarından da biri cəhr və ixfatdır. Cəhr nədir? Namaz qılanda səsi biraz yüksəltmək, ixfat odur ki, pıçıltı ilə qılmaq, səsi astıya indirmək. Yəni, fərqi belə tutmaq lazımdır. Səsin cövhərini çıxardırsansa, ona deyilir cəhr. Səsin cövhərini gizlədirsənsə, ona deyilir ixfat. Məsələn, şərt deyil, məsələn, yanındakı eşidə, eşitməyə və yaxud 3 nəfər o tərəfə eşidirsə, eşitmirsə, bunlar şərt deyil. Əsas sən özünsən. Səsivin cövhərini çıxardırsan, ya yox. Bax, indi mən səsimin cövhəri ilə danışıram. Bismillahirrahmanirrahim. İndi səsimin cövhərini gizlədirəm. Bismillahirrahmanirrahim. Hamı eşitdi. Amma səsin cövhərini nədir? Gizlətdim. Yəni, şərt deyil, heç kim səni eşitməsin və yaxud 3 nəfərə qədər eşidə bilər, qalanı eşidə bilməz. Yox. Səsin cövhərini gizlətdin, olur ixfat. Səsin cövhərini aşkar elədin, oldu cəhr. İndi sual buradadır. Bizim 5 namazımız var. Sübh namazdır, zöhr, əsr, məğrib, işa. Bu namazların hansı necə qılınacaq? Sübh namazı 2 rəkətdir, bu cəhrlə qılınacaq, yəni ucadan. Bəzi möminlər səhvə yol verir. Məsələn, özü namaz qılır, amma məsələn, ailədən namaz qılmayanlar var. Qalxır, İndi ya sözünü eşitmirlər, ya hələ hazır deyirlər də onları araşdırmayaq, özü qalxır. Onlar yuxudan oyanmasın deyə, onlara narahatçılıq yaratmasın deyə ixfatla qılır. Bismillahirrahmanirrahim, elhamdülillah, Rabbil alemin, errahmanirrahim. Daha sona qədər. Bu adamın namazı batildir. Bəs Allaha xatir qılır, hər şey səcdə yerində, rükû yerində. Onlar öz yerində. Namazın vacibatı var. Onu bilərəkdən tərk eləmək namazı batil eləyir. Uşaq duracaq, ay xanım duracaq, ay evdə qonaq var, narahat olar. Sən cəhri bilərəkdən ixfata döndərəndə namaz nə olur? Batil olur. Hələ normal səsi ilə Bismillahirrahmanirrahim. Qışqıra da yox, hamı dursun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamı dursun yuxudan, belə də yox, normal. Bismillahirrahmanirrahim, elhamdülillahi Rabbil alim. Sən namazı qıl. Kim duracaq, kim durmayacaq da o sonranın məsələsidir. Sübh cəhrlə qılınır, 1 də, 2 də. İndi gəlirik zöhr əsr namazına. Zöhr əsr namazı da ərəsi 4 rəkətdir. Bu 4 rəkətin 4'ü də hamısı ixfatla qılınacaq. Fəqət Bismillahdan səvaib. Bismillahı cəhr eləmək müstəhəbdir. Bir nəfər eləmir, əcəb eləyir. Bismillahdan hələ ixfatla başlayır, sona qədərlə də nədir? Pıçıltı ilə namazın qılır. Deməli, sübh namazı ucadan qılınır, ona deyilir cəhr. Zöhr əsr astadan qılınır, ona deyilir ixfat. İndi gəlirik məğrib və işa. Burada mövzu fərq eləyir. Bir tikəsi cəhrə düşür, bir tikəsi ixfata düşür. Deməli, şam namazı, məğrib namazı 3 rəkətdir. Onun 1-ci və 2-ci rəkətləri sübh namazı kimi qılınacaq ucadan, 3-cü rəkət isə nədir? Astadan qılınacaq. İşa namazı 4 rəkətdir. Eyni qaydada 1-ci və 2-ci rəkəti sübh namazı kimi ucadan qılınacaq. Yerdə qalan 3 və 4-cü rəkətlər nədir? Astadan qılınacaq. İndi siz bu məsələni bildiniz. Bilərəkdən bu məsələyə əməl eləməsəz, bilərəkdən yadımdan çıxıb zöhr namazını sübh namazı kimi qılıram. Namazımın bir işğalı varmı? Xeyr. Heç bir işğalı yoxdur. Namazın düzdür. Sonra kamera ilə özünə baxırsan, görürsən ki, zöhr əsri sübh namazı kimi qılırsan. Bəkdən. Amma sən astadan qılmalıydın. Namazın batildir? Yox. Bilmədin, diqqətsiz oldun və yaxud məsələ heç kökündən bilmir adam. Məsələn, 50 ildir namaz qılır,
hamısını ucadan qılır və yaxud hamısını astadan qılıb. Namazları batildir, xeyr. Namazları səhihdir. Bu hökm o vaxtda insana zərər verir ki, onu biləsən və əməl eləməyəsən. Əgər bilmirsənsə, bu mövzuyla şəxs mühakimə olunmayacaq. Hə. Ayır, deyəcəm. Zikirlər, məsələn, səcdənin, rükunun, qunut, umumən o qiraətdən səvayi, Fatihə və surədən səvayi nə varsa, ixtiyar sahibisən. Ucadan da deyə bilərsən, astadan da deyə bilərsən. Bəzi alimlərimiz var, onlar məsləhət görür. Tövsiyə eləyir, zikirlər də namaza uyğun olsun. Misal, məsələn, sübh namazıdırsa, bu cəhrlə qılınandır, ucadan qılınır. Deməli, onun zikirlərini də neynə? Ucadan qılınır. Zöhr, əsr astadan qılınır. Onların zikirlərini neynə? Astadan elə. Bu tövsiyədir, yəni bunun bir şəriət hökmü mövzusunda deyil. Cəhr və ixfat fəqət qiraətin əhkamındandır. Səcdədir, rükudur, qunutdur, salamlardır, təşəhhüddür. Bunun cəhr və ixfata heç bir adiyyəti nədir? Yoxdur. Gəlirik qadınlara. Qadınlarda ixfat, cəhr deyilən mövzu yoxdur. Qadından tələb olunmur cəhr. Qadından tələb olunan odur ki, ixfatla qılmaq. Yəni, qadın kişiyə nisbətən bu hökmdə fərq edir. Yəni, müəyyən məsələlər də var, onunla vaxtı almayaq. Salavat göndərək Peyğəmbərimiz.